Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi əcnəbi terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı ilə bağlı məhkəmə qərarı əsasında Acaranın 5 müxtəlif məntəqəsində xüsusi əməliyyat keçirib. Nəticədə 3 Gürcüstan vətəndaşı saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin birinci müavini Laşa Makradzinin açıqlamasına görə, araşdırmalar zamanı Təkfirçi adlanan radikal qrupun IŞİD terror təşkilatının liderləri ilə əlaqələri müəyyən edilib. Qrup üzvləri IŞİD nümayəndələrini qanunsuz yolla Gürcüstana gətirərək burada fəaliyyət üçün baza yaratmağı planlaşdırıblar. Əməliyyat zamanı partlayıcı maddələr, odlu silahlar, döyüş sursatı, terrorçuluq simvolları olan əşyalar, elektron qruplar və küllü miqdarda nağd pul götürülüb. Faktla bağlı terror fəaliyyətinə yardım və xarici terror təşkilatına qoşulma maddələri üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 17 ilə qədər həbs cəzası gözləyir.